27 aprel 2025-ci il tarixdə Azərbaycan Budo Döyüş Növləri Federasiyası və Cəlilabad Budo Döyüş Növləri Aslanlar Klubunun birgə təşkilatçılığı ilə Cəlilabad şəhərində rayon birinciliyi və çempionatı təşkil edilmişdir. Çempionatda 22 şəhər və rayonu təmsil edən ümumilikdə 165 idmançı iştirak etmişdir. Yarış 2 gün davam etmişdir. Açılış mərasimi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Açılış mərasiminə dəvət olunan fəxri qonaqlar arasında şəhid ailələri, qazilər, əməkdar idman ustaları və media nümayəndələri iştirak etmişdir. Açılışda Federasiya Prezidenti Faiq Rəfiyev çıxış edərək qonaqlara və yarış iştirakçılarına təşəkkür etmişdir. Hörmətli məşqçilər, hörmətli hakimlər, hörmətli yarış iştirakçıları, hamınızı Azərbaycan Budo Döyüş Növləri Federasiyası adından salamlayıram. Yarışda idmançılar kəmər və medal uğrunda mübarizə aparmışlar. Qeyd edək ki, yarışda oğlanlarla yanaşı qızlar da öz aralarında həm kəmər, həm də medal uğrunda yarışmışdılar. Gərgin mübarizənin sonunda komanda hesabına görə 3 komanda təltif edilmişdir. Lənkəran komandası 1-ci yerə, Biləsuvar komandası 2-ci yerə və Bakı komandası 3-cü yerə layiq görülmüşdür. Elməddin Bağırov, Samirə İsmailova, Elməddin İbadov, Marif Arifoğlu, Cəlilabad.